Salam dostlar. Doktor Nemo kanalına təkrar xoş gəldiniz. Bu gün çox vacib bir mövzu haqqında danışacağam və olduqca ictimai məsuliyyəti özündə ehtiva edən bir mövzudan bəhs edəcəm ki, bu epilepsiya tutmaları zamanı kənar şəxslərin onlara qarşı etdiyi davranışlar haqqında danışacağam ki, burada böyük yanlışlıqlar çoxdur. Epilepsiya nədir? Epilepsiya beyində gedən müəyyən mərkəzlərin yüksək oyanıqlığı nəticəsində baş verən qıcolma tutmalarıdır. Yəni burada bildiyimiz kimi beyində gedən elektrik prosesləri əsasən tormozlanma və oyanma proseslərini bir-birinin əvəz etməsi ilə baş verir. Epileptik tutmalarda isə oyanmalar daha çox olur və tormozlanmanı həyata keçirən müəyyən mediatorların çatışmazlığı nəticəsində ortaya çıxdığı məlumdur. Epilepsiya xroniki nevroloji bir xəstəlikdir. Epilepsiya xəstəliyi haqqında yayılmış yanlış qərarlardan biri də, fikirlərdən biri də onun yoluxucu olmasıdır. Epilepsiya infeksion xəstəlik deyil. Yəni onu yaradan səbəblər hər hansı bir mikroorqanizmlər deyil. Ona görə də yoluxucu deyil. Bəzən düşünürlər ki, bir iş yerində və yaxud da bir ortamda hər hansı bir şəxs qıcolmaya məruz qalırsa, yəni o epilepsiya xəstəsidirsə, sanki onun qıcolma tutmaları digərlərinə də zaman-zaman yayılır və müəyyən müddət sonra həmin insanlarda da özünü göstərir. Yox, bu yalan bir məlumatdır. Yəni belə bir şey yoxdur. Epilepsiya xəstəliyi psixi bir xəstəlik deyil. Bəzi insanlar düşünürlər ki, kimsə epilepsiya xəstəliyinə sahibdirsə, sanki bu insanlarda psixi bir geriləmə var. Bu elə deyil. Bəzən hətta düşünülür ki, müəyyən dahilər belə epileptik olublar və onların yüksək IQ-ları olub, yüksək analitik qabiliyyətləri olub. Bunun epilepsiyanın bir əlaqəsi yoxdur. Varsa da əgər bu haqqda heç bir sübut əldə olunmamışdır. Yəni epilepsiyalı xəstələr cəmiyyətdə normal həyat fəaliyyəti göstərirlər, normal işləyə də bilərlər, müəyyən təbii ki, istisnalar çıxmaq şərti ilə və təhsil ala bilərlər, eyni zamanda normal ailə həyatını qura bilərlər. Epileptik tutma necə görünür? Əgər bir insan epilepsiyaya sahibdirsə, onda baş verən qıcolma tutmaları zamanı öncə daha çox gözlərin sanki arxaya getməsi, huşun getdikcə azalması, ətrafların kirəzləşməsi, yəni sərtləşməsi, bərkiməsi görünür. Ağızdan köpük gələ bilər bəzi epileptik xəstələrdə və ya bəzən bu insanlar hətta sidik ifrazına da nəzarət edə bilmədiklərinə görə, yəni onlarda sidik ifrazı görünmüş ola bilər. Həmçinin bu tutmalar baş verdiyi zaman həmin insanlarda vibratik hərəkətlər baş verir və bu ətraf üçün bir qədər qorxulu bir mənzərə yaradır və ətrafında olan insanlarda panika yaranır, qorxu yaranır, sanki oradan qaçmağa çalışırlar. Yəni bu hallar qorxulu görünsə belə, epileptik tutmanın bir periodu var ki, bu öz-özünə keçir. Bu zaman insanlarda elə situasiya yaranır ki, bu sanki ya öləcək, ya daha başqa bir şey ola bilər ki, biz ona bəzi insanlar mütləq müdaxilə etməliyik kimi bir yanaşmaya keçirlər. Əgər yanınızda hər hansı bir insanda epileptik tutma gördünüzsə, bu zaman etməli olduğunuz hərəkətlər nədir? Öncə panikaya düşmək lazım deyil. Bacardığımız qədər bunu sakit qəbul etməliyik və yaxud da panika gəldiyi zaman bir dərin nəfəs alıb verib, sonra ilkin yardıma keçmək lazımdır. Nə etmək lazımdır? Mütləq şəkildə həmin insanı normal bir yerə uzatmaq lazımdır. Ətrafında olan sərt əşyalar, kəsici alətləri mütləq kənarlaşdırmaq lazımdır ki, bu insan hərəkət etdiyi zaman onlara toxunub zədələnməsin. Mütləq yanı üstə uzatmaq lazımdır. Çünki ağzından gələn köpük, tüpürcək, hətta bəzən qusmalar müşahidə olunur. Bu anda, yəni mədə möhtəviyyatı ağza gəlir. Normal qusma kimi olmur bu. Həmin möhtəviyyat, tüpürcək onun nəfəs borusuna gedə bilər və ağciyərlərinə keçə bilər, onun boğulmasına səbəb ola bilər. Bu da bir təhlükəli situasiyadır. Ona görə də mütləq yan üstə uzatmaq lazımdır. Bunun sağ və yaxud da sol olmasının xüsusi bir əhəmiyyəti yoxdur. Yan üstə uzadanda da həm də qırtlaq qapağının bir qədər aralı olması və havanın rahat gedib gəlməsinə şərait yaratmış oluruq. Uzadandan sonra, yan üstə qoyandan sonra mütləq başının altına bacardığımız qədər yumşaq bir əşya qoymaq lazımdır. Bu əgər çöl şəraitindəsə, ya kurtkanızı, ya üstünüzdə olan hər hansı bir paltarınızı, çantanızı onun başının altına qoya bilərsiniz. Mütləq vaxta nəzarət etmək lazımdır. Əgər bir tutma 5 dəqiqədən çox davam edirsə, mütləq təcili tibbi yardım çağırmaq lazımdır.
tutma zamanı mütləq həmin xəstənin yanında gözləmək lazımdır. Onu tək buraxmaq olmaz. Qışqırmaq, bağırmaq olmaz və mütləq sakit bir vəziyyət yaratmaq lazımdır. Bu da həm özüm müşahidə etdiyim, həm də cəmiyyətdə aparılan müşahidələr onu göstərir ki, xüsusən də bizim cəmiyyətdə bu özünü göstərir. Burada bir yanlış hərəkətlərə yol verilir ki, bunlar da nədir? Əsasən kimsə epileptik tutmaya məruz qalırsa, mütləq onun ağzını açmağa çalışırlar. Bəzən onun ağzına qaşıq, hər hansı başqa bir sərt əşya, xəstənin öz əlini qoyurlar və onun dilini sanki çölə çıxarmağa çalışırlar. Ümumiyyətlə, epileptik tutmalar zamanı dil heç bir zaman boğaza keçmir. Bu yanlış məlumatdır. Ki, yəni dilini açaq, biz ona yardım etmiş oluruq. Bu səhv yanaşmadır. Dil də anatomik olaraq elə bir quruluşa sahibdir ki, onun geriyə qatlanıb getməsi mümkün deyil. O epileptik tutma zamanı o da gərilmiş vəziyyətdə olur, şişmiş vəziyyətdə görünür, amma o geriyə getmir. Ona görə də heç vaxt xəstənin ağzına nəsə salmaq lazım deyil. Bu əlavə boğulma halı yarada bilər və xəstəni daha çətin vəziyyətə sala bilərik, hətta ölümə apara bilərik. Bəzən məcbur edirlər ki, xəstənin ağzını açsınlar, dişlərini qırırlar. Bu da əlavə problemlərə gətirib çıxarır. Bu yanaşmalar qətiyyən yol verilməz və gördüyümüz, bəlkə də hamımız bunu görmüşük, bu tipli hərəkətlərə yol verirlər. Əgər bu tipli şeylər varsa, görürsünüzsə, mütləq bu müdaxilənin qarşısını almağa çalışın. Sonra, qıcolmanı qətiyyən dayandırmağa çalışmayın. Bu, dediyim kimi bir perioddur, bir müddətdir ki, tutma baş verəcək və keçəcək. Onun əllərini açmaq, ayaqlarını açmaq, bu tipli hərəkətlər etmək lazım deyil. Bu zamanda əlavə problemlər yarada bilər. Sümüyünü, oynaqlarını zədələyə bilərsiniz. Həmçinin əzəllərini də zədələyə bilərsiniz. Ona görə bu da əlavə bir problem yaradır. Bu da yol verilməzdir. Məcbur edib su içirtməyin, bəzən dərman atmağa çalışırlar boğazına. Bu da səhv yanaşmadır ki, bu da boğulmaya gətirib çıxara bilər. Qətiyyən onu silkələməyin, oyatmağa çalışmayın. Çünki onsuz da siz qışqırsanız, bağırsanız sizi eşitməyəcək. Həmin zaman, həmin vaxtı sadəcə sakit bir vəziyyət yaradın. Bəs nə vaxt təcili tibbi yardım çağırmaq lazımdır? Əgər bir epileptik tutma ilə rastlaşırıqsa, mütləq təcili yardım çağırmalıyıq? Yox, burada nəyə nəzarət etmək lazımdır? Birinci növbədə tutmanın vaxtına baxmaq lazımdır. Əgər tutması 5 dəqiqədən çox davam edirsə və ayılıb özünə gələ bilmirsə, bəli, təcili tibbi yardım çağırmaq lazımdır. Və ya ayıldıqdan sonra, qısa bir müddətdən sonra yenə tutmaya məruz qalırsa, o zaman təcili tibbi yardım çağırmaq lazımdır. Və yaxud da bir hamilə xanım da əgər epilepsiya sahibdirsə və onda qıcolmalar başlayıbsa, mütləq təcili tibbi yardıma müraciət etmək lazımdır. Və ya bəzən tutmadan ayılan bir şəxs huşu özünə qayıtmır və bu bir qədər müddət aldığına görə həmin vaxtı təcili tibbi yardım çağırmaq məsləhət görülür. Əgər tutması olan bir şəxs qəfil yerə yıxılıbsa və zədələnibsə, burada görsəniz ki, əlavə bir travma yaranıb, məsələn, başı zədələnib və yaxud da harasa dəyib, qanaxma yaranıb. Bəzən yaşlı adamlarda da bu hal baş verir və sınmalar müşahidə olunur. Ona görə mütləq təcili tibbi yardıma müraciət etməyiniz lazımdır. Tutmadan sonra nə baş verir? Ayılan, özünə gəlməyə başlayan xəstə əvvəl halsız, huşsuz görünür və onun mütləq yanında olmaq lazımdır. Müşahidə etmək lazımdır ki, təkrar tutma halları ola bilər və yaxud da huşu özünə gəlməz deyə mütləq onun yanında olmaq lazımdır. Yəni, bu hallar normaldır. Oyanmadan sonra bu tipli situasiyalarla qarşılaşırıq. Və tam özünə gələndən sonra görsəniz ki, artıq ətraf alemi dərk etməyə başlayır, nələr olduğunu anlamağa çalışır. Bundan sonra ona su verməyiniz, əgər dərman içməlidirsə, dərmanını verməyiniz tövsiyə olunur. Və tam özünə gələnə qədər onu qətiyyən tək buraxmayın. Əgər epilepsiya xəstəsisinizsə, qətiyyən burada utanmağa gərək yoxdur. Hardasa məni tutar, özümdən gedərəm ki, bayaq dediyimiz kimi özündən qeyri-ixtiyari isti ifrazı, ağızdan köpük gəlmə kimi hallar yarana bilər. Bu tipli hallardan utanmaq lazım deyil. Çünki epilepsiyalı xəstələrdə baş verə biləcək hallardır. Əslində, əgər bu tipli hallarla rastlaşırsınızsa, mütləq həkimə getməyiniz tövsiyə olunur. Önləyici tədbir olaraq tutmaları önləyən dərmanlar mütləq üzərinizdə daşıyın ki, bu hallar olanda və yaxud da daimi yanınızda insan varsa, ona da bu haqda məlumat verməyiniz lazımdır ki, o da bu haqda bu vəziyyət olduğu zaman tədbirli davrana bilsin. Yəni, düzgün məlumat versəniz, bu haqda
əvvəldən informasiyaya sahib olsanız, epilepsiya tutmalarını önləyə bilərsiniz və hətta kənar şəxslərin də həyatını xilas edə bilərsiniz. Düşünürəm ki, epilepsiya haqqında çox geniş, ətraflı izah etmək olar ki, bu video təbii ki, bunun üçün çox qısa bir məzmundur. Sadəcə burada ictimai məsuliyyət daha ön plana çıxdığına görə bunu öncə danışmağı özümə məqsədə uyğun bildim. Gələcək videolarda isə epilepsiya haqqında daha dərin, daha geniş məlumat verəcəm. Hesab edirəm ki, bu videonu hər kəslə paylaşmağınız lazımdır. Çünki insanların bir çoxu epilepsiya haqqında ümumiyyətlə məlumatlı deyirlər. Hansı tədbirlər görməlidirlər, bu haqda qətiyyən məlumatlı deyirlər. Ona görə də bu videonu paylaşmağınızı tövsiyə edərdim. Əgər bu tipli videolar xoşunuza gəlirsə, maariflənməyinizə səbəb olursa, yeni məlumatlar əldə edirsinizsə, kanala abunə olun, şərh bildirin, like qoyun və dəstəyinizi əsirgəməyin. İndi isə sağ olun, salamat qalın, hər zaman sağlam qalın.